Namazdan sonra oxunan təsbihat, zikirlər. Salam verdikdən sonra oxunur. Allahümme entəs-sələmu və minkəs-sələm. Təbərəkte yə zəl-cəlali vəl-ikram. Namaz qurtardıqdan sonra oxunur. Subhanallahi velhamdülillahi ve la ilahe illallahu vallahu ekber ve la havle ve la kuvvete illa billahil aliyyil azim. Hər zikirdən 33 dəfə oxunur. Subhanallah, elhamdülillah, Allahu Ekber. Zikirlərdən sonra oxunur. La ilahe illallahu vahdehu la şerike leh. Lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir. Subhane rabbiyel aliyyil a'lel vehhab.